İki qitə, iki fərqli dünya və tam ortada dayanan unikal ölkələr. Yer kürəsində elə yerlər var ki, həm Avropaya, həm Asiyaya aiddir. Bu videoda Avropa ilə Asiyanın sərhədini göstərib, coğrafi xüsusiyyətlərindən danışacağam. Avropa və Asiya arasında təbii sərhəd coğrafi olaraq Ural dağları və Ural çayları ilə başlayır. Xəzərin şimalından keçərək Azov, Qara, Aralıq dənizlərlə davam edir. Bəs hansı ölkələr Avropa və Asiyada yerləşir? Gəlin birlikdə öyrənək. Türkiyə. Asiya hissəsi ölkə ərazisinin təxminən 97%-ni təşkil edir. Frakya adlanan Avropa hissəsi isə cəmi 3% təşkil edir. İstanbul, dünyada iki qitəyə eyni anda qucaq açan yeganə megapolis. Səhər Avropada çay içib 15 dəqiqəyə gəmi ilə Asiyaya keçmək təkcə səyahət deyil, sanki zamanlar arası keçiddir. Rusiya, dünyanın ən böyük ölkəsi. Ural dağları Rusiyanı iki hissəyə ayırır. Maraqlıdır ki, ərazinin 77%-i Asiyada yerləşsə də, əhalinin 75%-dən çoxu Avropadadır. Paytaxt Moskva da Avropada yerləşir. Qazaxıstan, okeana çıxışı olmayan ən böyük ölkə. Ölkə ərazisinin təxminən 90%-i Mərkəzi Asiyada yerləşsə də, Avropada olan hissəsi bir çox Avropa ölkələrindən daha böyükdür.